Salam əziz şagirdlər. Bildiyiniz kimi bugün, yəni 3 iyun tarixində Dövlət İmtahan Mərkəzi 9-cu siniflər üçün növbəti attestat imtahanı keçirir və bəzi test tapşırıqları şagirdlərimiz çatdırıb bizə. Onların izahını sizlə paylaşacağım. Videonun əvvəlində sizə bir şey fikrinizə, diqqətinizə çatdırmaq istəyirəm ki, bəzi şagirdlərimiz düşünür ki, biz paylaşanda növbəti imtahanda suallar çətin gələcək. Qətiyyən belə bir şey fikrinizə gəlməyin. Bizim paylaşdığımız test tapşırıqları sizin yararınızadır. Çünki artıq sual kitabçaları hamısı hazırdır. Bilirsiniz ki, bugündən sonra hələ 4 dəfə müəyyən tarixlərdə 9-cu siniflər üçün imtahan keçiriləcək və onların sual kitabçaları hazırdır. Deməli, birinci sual belə qoyulur. X-in hansı qiymətində bu ifadənin, bu funksiyanın, bu kəsrin mənası var? Sual belə qoyula bilər. Bilirsiniz ki, sıfıra bölmək yoxdur. Yəni, məxrəc sıfır ola bilməz. Deməli, məxrəcdə ifadə bərabər sıfır, həlləməliyik. Mənfi 5, buradan x bərabərdir, mənfi 2,5. Deməli, x-in mənfi 2,5-ə bərabər qiymətində bu ifadənin mənası yoxdur. İkinci, m-3, 5 nöqtəsinin OX oxuna nəzərən simmetrik nöqtənin koordinatlarının tapılması tələb olunur. Əgər A nöqtəsinin koordinatları x, y-dirsə, o x oxuna nəzərən simmetriyada nöqtənin koordinatları absisi, yəni x olduğu kimi qalır, y-i əksinə dəyişir. Bir də koordinat sistemində onu çəkib göstərmək istəmirəm. Onda m' yazaq, qeyd edək o nöqtəni, onun koordinatları olacaq. Əslində bu şagirdimiz kiçik m-lə çatdırıb, nöqtə adətən böyük hərflərlə yazılır. M' yazaq. Onda absis olduğu kimi qalır, deməli, ordinatı əksinə dəyişəcək. Yeri gəlmişkən onu deyim ki, əgər nöqtə OY oxuna nəzərən simmetrik nöqtəyə keçirsə, ordinatı olduğu kimi qalır, absisi əksinə dəyişir. Növbəti tapşırıqda sual 13 və 29 arasında ədədlərdən 3-ə qalıqsız bölünənlərin sayını tapın. Tam ədədlərdən, yəni natural ədədlərdən söhbəti gedir burada. Onu A çoxluğunu işarə eləsək, deməli, 3-ə bölünənlər 15, 18, 21, 24, 27. Sayını soruşsa 1, 2, 3, 4, 5. Cavabımız 5. Cəmini soruşsa bunları toplamalıyıq. 9-da 8 ilə 9-da 4-ü müqayisə edin. Çox asan test tapşırıq. Məxrəclər bərabərsə, bir-iki surəti böyük olan böyükdür. Adənin sadələşməsi tələb olunur. Yaxşı olar ki, bunu kəsr şəklində yazaq. Yazmayıb da eləmək olar. Təbii ki, 5a mötərizənin üstündə kvadrat olduğundan olacaq 25a kvadratı. 2a mötərizənin üstündə 3 olduğundan 2-nin kubu 8a kubu olur. Məxrəcdə də 12a üstü 4. 12 ilə 8 4-ə ixtisar gedər. Burada 2 qalar. Burada 3 qalar. Onda bərabərdir. 3-də 25-i 2-yə vuranda 50. A kvadrat A kubu eləyir A üstü 5. Burada da A üstü 4. Əsaslar eyni onda üstlər çıxdığına görə 3-də 50A'dır. Belə də saxlamaq olar və yaxud da ki, qarışıq ədəd kimi 16 tam 3-də 2A olacaq bu test tapşırığının cavabı. Növbəti sual, çiyələyin şəkər miqdarı 6%-dir. 25 qram çeyrəkdə nə qədər şəkər var? Burada kiloqram da ola bilər, qram da fərq etməz. Hesablama qaydası 25-in 6%-ni tapmalıyıq. 100 ilə 25 ixtisar gedir. Burada 1, 4 qalar. 4-də 6, 2 ixtisar edib 2-də 3, o da 1,5 qram olacaq. Əgər 25 kiloqram verilibsə, onda 1,5 kiloqramla olacaq cavab. Növbəti də düzcaqlı üçcanın katetləri 8 və 6 santimetrdir. Onun sahəsinin tapılması tələb olunur. Düzcaqlı üçcanın sahə düzlarından biri
Katetler hasilinin yarısıdır. S beraber 2'de 1 AB. O da beraber 2'de 1. 6 vurulsun 8. O da 24 olar test tapşırığının cevabı. Hesablanması tələb olunur. 25 5'in kvadratı olduğundan 5 çıxar. 16 4'ün kvadratından 4 çıxar. Üstə gəl 9 da 3'ün kvadratı olduğundan 3 çıxar. 2, 5, 10 çıxılsın 4. Üstə gəl 6. Cavab 12 olacaq bu test tapşırığının. Növbəti sual bərabərsizlərə aiddir. Bərabərsizlik həll edin də ola bilər bu test tapşırığı. Ən kiçik həllini də soruşa bilərlər. Mahiyyət dəyişməz, həllini bilməlisiniz. Dəyişən olanlar bilirsiniz ki, tənlik kimi həll olunur. Əvvəlcə tənlik kimi. Dəyişən olanlar sol ədədlər sağa yığılmalıdır. 5 çıxılsın ki, burada mənfi 3x kiçikdir, bərabərdir 3. Sonra hər tərəfi mənfi 3'ə bölürük. Ona görə də işarə əksinə dəyişər. Mənfi 1. Yəni, mənfi 1'dən müsbət sonsuzluq olacaq bu test tapşırığının cavabı. Əgər ən kiçik qiymətini soruşursa, tam həlli təbii ki, mənfi 1 olacaq. İndi, qonşu bucaqların fərqi 50 dərəcə olarsa, böyük bucağı tapın. Bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Birini alfa, birini beta adlandırsaq, fərqi də 50 verilib. Tənliklər sistemin tərəf-tərəfə toplama üsulunu tətbiq eləsək, betalar gedər 230, hər tərəfə 2'yə bölsək 115 olacaq bucaqlardan biri. Böyük bucaq soruşsa 115'dir, kiçik bucaq soruşsa 180'dən 115'i çıxmalıyıq biz. O deyilər 65 dərəcə. Bizdən burada şagirdim çatdırıb ki, böyük bucaq soruşur, onda cavabımız 115 dərəcə olmalıdır. 200 ədədinin 1, 3, 6 nisbətinin ən böyüyü ilə ən kiçiyin fərqini tapın. Faiz nisbət tənasib mövzusuna aiddir. 200 ədədini 1, 3, 6 və mütənasib hissəyə bölmək üçün x üstə gəl 3x üstə gəl 6x bərabər 200 yazırıq. 10x bərabər 200, x də bərabərdir 20. Bir pay ən kiçiyidir. Böyük pay 6'dır. 6x də eləyər. 6 vurulsun 20 bərabər 120. Böyük payla kiçik payın fərqi də olacaq onda 100. Bu test tapşırığının cavabı deməli 100'ə bərabər. Bu test tapşırığını dünən də 9-cu siniflərə bu sual imtihanda da qarşılaşıblar. 9-cu siniflər deməli çox sadə həlli var bunda. Əgər katerin və ya motorlu qayığı sürətini x ilə, çayın sürətini y ilə işarələsək, axın istiqaməti yaza bilirik. X üstə gəl y bərabər 21,6. Axına qarşı x çıxılsın y bərabərdir. Hər ikisini 21,6 göstərmişik burada. Burada bir yanlışlıq var. Burada 21,6 hər ikisi təbii ki, eyni ola bilməz. Bu 16,2'dir. 16,2. Tənliklər sistemi tərəf-tərəfə toplama üsulunu tətbiq eləsək, 2x bərabərdir 8, 37,8 olar. Buradan da x bərabərdir 37,8, 2'yə bölsək 1, 17'də 2, 8, 18'də də 9 deməli. Motorun sürəti, yəni katerin sürəti durğun suda 18,9 kilometr bölünsün saata bərabər imiş. Bizdən çayın sürətini soruşur. Çayın sürəti də y bərabər 21,6 çıxılsın 18,9 olar. 16'dan 9, 7 və 2,7 olacaq bu test tapşırığının cavabı. Növbəti testə baxaq. Ölçüləri 3, 5 və 8 santimetr olan düzbucaqlı polipipin tam səthinin sahəsinin tapılması tələb olunur. Düzbucaqlı polipipin tam səthinin sahə düsturü AB, AC üstə gəl BC, o da bərabər 2. 3 vurulsun 5, üstə gəl 3 vurulsun 8, üstə gəl 5 vurulsun 8, o da bərabərdir. 2 vurulsun 15, üstə gəl 24, üstə gəl 40,
beraber 2 vurulsun 64, 69, 79, 2 defa 9, 18, 158 olacaq sahəsi. 14 nömrəli test. A-nın hansı qiymət köklərindən biri 4 olar? Bu deməkdir ki, köklərin biri 4, x-in yerinə yazırıq 4. 4-ün kvadratı a üstə gəl 4 vurulsun 4 üstə gəl a kvadratı bərabər 0. 16 çıxılsın 4a çıxılsın 16 üstə gəl a kvadratı bərabər 16'lar bir-birini apara, biri müsbət, biri mənfi olduğundan buradan da a-nı ortaq vuruq kimi çıxarsaq a çıxılsın 4 bərabər 0, a bərabər 0 və a bərabər 4. A-nın 4'ə bərabər qiymətində. Növbəti testdə n bərabər a üstə gəl b, n bərabər b üstə gəl c, k bərabər a üstə gəl c olarsa, bunların ədədi ortası 100 olanda a, b, c ədədlərin ədədi ortasını tapılması tələb olunur. Ədədi ortanı tapmaq üçün onları toplayıb sayına bölmək var. Burada da 3 dənə ədəddir. Burada hərflərin sayı çox görünə bilər. M, n və k. Demək, onları toplayıb bölməliyik 3'ə. O da olur 100. Buradan da deməli yazırıq. M-in ifadəsi a üstə gəl b-dir. N-in ifadəsi b üstə gəl c-dir. K-nın ifadəsi a üstə gəl c. 3'ü də 100'ə vursaq bərabərdir 300. 2a üstə gəl 2b üstə gəl 2c bərabərdir 300'dür. Buradan da a üstə gəl b üstə gəl c bərabər 150. Bu 3 ədədin ədədi ortası soruşur. 3 ədədi ortasını tapmaq üçün onları toplayıb 3'ə bölməliyik. Yəni 150'ni bölməliyik 3'ə doğru cavab olacaq bu test tapşırığında 50. Növbəti test, 16 nömrəli test, çevrədən 2 kəskin vətənin xassəsinə aiddir. Deməli, radius 6'ya, cm 4, md 5 olduqda MB'nin uzunluğu tapılması tələb olunur. MB'ni biz x ilə işarələsək, OB radiusdur və o 6 olduğundan bura olacaq 6 çıxılsın x. Yəni OM, deməli MB'ni biz x ilə işarələdiksə, onda OM də olacaq 6 çıxılsın x. İki kəskin vətənin xassəsinə görə yazırıq. AM vurulsun MB bərabərdir CM vurulsun MD. Yəni 6 çıxılsın x'dir burada. Onda 12 çıxılsın x vurulsun x bərabər 4 vurulsun 5. Buradan da 12x çıxılsın x kvadrat bərabər 20 olur. Hər tərəf mənfi 1'ə vurub 20'ni də sola keçirsək x kvadratı çıxılsın 12x üstə gəl 20 bərabərdir 0. Bu çevrilmiş kvadrat tənlikdir. Viet teoremi görə tapmalıyıq. Hansı iki ədədin hasili müsbət 20, cəmi isə müsbət 12'ni verər. Buradan x1 bərabərdir 2, x2 də bərabərdir 10 olacaq. Burada da görürük ki biz 10 ola bilməz. Kənar kökləyək. X bərabər 2. Bu test tapşırığının cavabı. Həqiqətən bura 2 olarsa, bura 4 olur. 6 ilə 4, bura 10, bura 20, 4'ü 5 olur. 20, yəni 2 kəskin vətənin xassəsi ödənir. Növbəti düzgahının diaqonalları üçün bucaq 60 dərəcədir. Və diaqonalın uzunluğu 30 cm, kiçik tərəfin uzunluğunu tapın. Parallelogram ailəsində diaqonallar kəsmə nöqtəsi yarıya bölünür. Sonra düzbucağının da diaqonalları bərabər olduğundan bu bərabər yanlı üçbucaq olacaq. A, B, O-ya baxsaq.
Bu nə deməkdir? Oturacağı biçik bucaqlar bərabər olmalıdır. Və təpə bucağı 60 olduğundan üçcanın daxili bucaqlarının cəmi bilirsiniz ki 180, onda bunlar da 60 olacaq. Demək bu üç bucaq dolayısıyla ABO bərabər tərəfli üçbucaqdır. Bu nə deməkdir? Bütün tərəflər bərabər. Onda kiçik tərəf 15 olacaq. Bizdən də kiçik tərəf soruşulur. Növbəti test A və B nöqtənin koordinatlarına verilib. A və B nöqtə arası məsafə soruşulur. Deməli, düz xətt üzərində və yaxud deyirik, ədəd oxu üzərində bilirsiniz ki, nöqtə bir dənə koordinatla təyin olunub. Yəni, A və B nöqtələri düz xətt üzərindədir. Düz xətt üzərində və ya ədəd oxu üzərində olan iki nöqtə arası məsafəni tapmaq üçün sağdakı nöqtənin koordinatından soldakı nöqtənin koordinatını çıxmaq lazımdır. Yəni, yeni deyirəm, onları ədəd oxunda göstərib, vaxt aparmaq istəmirəm. 5,3 olacaq. Növbəti A çıxılsın B bərabər 3, A vurulsun B bərabər -2 olarsa, kublar fərqini soruşur. A kubu çıxılsın B kubu müxtəsər vurma düsturuna görə A çıxılsın B'nin kubu üstə gəl 3AB A çıxılsın B düsturu bilməlisiniz. A çıxılsın B 3'dür. 3'ün kubu üstə gəl 3 vurulsun. AB hasıdır -2 verilib. A çıxılsın B'nin yerinə 3 yazırıq. 27 18 o da 9 olacaq. Bir dənə belə məsələ də çatdırıblar. Deməli, səbətdən əvvəl 9 sonra qalan almaların 1/3 və 7 alma götürdülər. Səbətdə bütün almaların yarısı qalarsa əvvəlcə neçə alma var idi? Deyək ki, səbətdə x alma var idi. 9'unu götürdük. 9 dənə alma götürdükdə qalan almaların 1/3 deyirsə, qalan almalar nə qədərdir? X çıxılsın 9 vurulsun 1/3. Daha 7 alma götürülür və qalır əvvəlki almaların yarısı. Demək, bunun ifadəsi, yəni tənlib belə qurulur. X çıxılsın 9, çıxılsın 3/1'ə vursaq 3/1x. 9'u 3/1'ə vursaq -3. Burada da mənfi var. Üstə gəl 3. Çıxılsın 7 bərabərdir 2/1x. X-dan 3/1x'i çıxsaq 3/2x. -9 müsbət -6, -6'nın -7. -13, 2/1x'i də sola keçirsək, bərabər 0. 3/2x çıxılsın 2/1x bərabərdir 13. 3/2'dən 2/1x çıxanda ortaq məxrəc 6, 3, 2, 4, 1x bərabər 13 olar. Buradan da x bərabərdir 6 vurulsun 13, yəni 18, 1 yerdə 78. Deməli, əvvəlcə səbətdə 78 alma var idi.